Bu ilin oktyabr ayının əvvəlinə olan məlumata görə Azərbaycanda 182.204 nəfərə müharibə veteranı olduğu üçün təqaüd verilib. Yenavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müharibə veteranlarına verilən təqaüdün orta məbləği 80 manat olub. Məlumat üçün bildirək ki, təqaüd alan müharibə veteranlarının 98% və ya 178.521 nəfəri Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak edən şəxslər, 2% və ya 3683 nəfəri isə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrində və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində iştirak etmiş şəxslər olub. Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etdiyi üçün təqaüd alan müharibə veteranlarının sayı son 1 ildə 2381 nəfər azalıb. Son 6 ildə müharibə veteranlarının sayı belə olub.